Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla. Bu günləri beyin mühəndisliyinə qarşı Türkcə əski kitablar bölümünün 366-cı bölümün Allahın lütf və kərəmi ilə başlayırıq. Şükür olsun ki, bu günü də bizə ömür verdi, qismət elədi ta atalarımız, babalarımız min illərcə apardığı savaşların hər sahədə insan savaşlarda, yəni anadan doğandan insan ta ölünə qədər, hətta öləndə də savaşladı, ölməyin qabağında dayanmağa çalışır. Onun üçün də atalarımız minlər il savaşlarının nəticəsinin, sonucun, ələverisin, düşüncəsin, anlayışın bu kitablarda bizə saxlayıblar və biz onlarla əgər tanış olsaq, gələcək yolumuz daha aydın olar, daha açıq və az xərclə gələcək yolumuzu qabağa apara bilirik. Yoxsa keçəcəyimizi bilməsək, gələcəyimizi qurmaq üçün daha çox xəsarətlə qabağa gedərik. O xəsarətləri azaltmaq üçün bizə çox-çox önəmlidir. Gedək görək ki, hansı kitablar bu günləri şansımıza gəlir, onları eləyə bilək, tanıyaq və onlarla tanış olaq. Həkimbaşı, birinin adı Həkimbaşının ərzihalıdır, qalanları digər şəxslərin ərzihalıdır. Bugünkü kitabımız Pəndnamə-i Türki yazıla PDF-in başında yazıblar və İlahi Məcmuəsi. Bu iki kitabı hələlik açaq görək ki, bunların içindən bizə nə çıxır. Elə Pəndnamə-i Türki deyəndə adam bilir ki, bunu bir fars, bunu heç olmasa adın hazır deyibdir, bunu görürük. Kitabın səhifəsini də yazmayıblar üstə, tarixi də yazılmayıbdır. Biz fəqət gördüyümüz budur ki, PDF deyir, bu 81 səhifədir. Kitaba əvvəl kitabxanada baxaq görək ki, bunu necə saxlayırlar. Kitabı görürük. Kitabın cildi parçadan imiş, yəni bu cildinin üzünə çəkilən parçadan imiş, bez imiş ehtimalən, zeytuni rəhdə bir bez imiş, amma zaman içində parça cırılıb, didilibdir, hər yeri bunu görürük. Kitabxananın elə cildinin üstünə yapışdırıblar xətti Kitabxane Məclis-i Şurayı İslami, şumarəsi də 16918-ci nömrə. İkinci əksə gedirik, baxaq, görürük ki, kitabın enin boyun ölçmək üçün açıblar cildin için, görürük cildin içi dağılıbdır. Yəni kitabın şirazəsi qopub, səfərlər cırılıblar, hərəsi bir yerdə və məclisin fəqət dərdi budur ki, onun böyük bir səfə tərəfli, yəni iki səfərli 21, yəni 11 yarım enidir, 16 sant boyudur. Bu kitabın eni boyu. Buradan 3 səfə bir cildidir, 2 səfədə aynı səfəni görürük. Ondan sonra gedirik, o metri götürürlər. Tabi biz birinci səfəni görək, kitabı biraz yekəldirəm ki, səfiyə yerləşsin. Burada yenə də kitabxananın o böyük kağızın möhrün basandan sonra həm möhrün basıblar, indi o cırıq səfələrin üstündə bir yer tapıblar. Orada yenə kitabxananın şumarəsini yazıblar və şumarı səbti kitabı da yazıblar yenə aynı səfədə. Aşağıda da bir möhür basıblar kitabın ora. Amma bu səfiyə baxanda görürük səfər kamilən cırılıb, yəni köhnəlib, cırılıb, su keçibdir, çox pis köhnəl vəziyyətdədir. Kitabı vərəq vurur indi, o cırıq səfələr ki, bəlli deyil, hansısa birincidir, ikincidir, onu vərəq vurur. Dalı tərəfdən indi görəndə daha aydın görürük ki, bunun qırağın elə bir sıçan yiyibdir. Yəni o qədər çürüyübdür. Hər tərəfi səfələr qopubdur. Bəlli deyil bu hansı səhifədir. O birisi səhifədə bunun yanında görsənir. Bunun əvvəlində Bismillah yoxdur. Yəni bu iki bu səfə düşübdür. Müqəddəmə olacaq filan, onlar düşübdür. Allah bilir ki, bu neçinci vəraqdır. Səfələr heç, vəraqlar düşübdür. İki səfəni burada görürük. Gedirik o birisi iki səfiyə. O birisi iki səfədə də yenə xət çox gözəl yazılmışmış. Amma təəssüflə dediyim kimi çox cırılıbdır və aradan gedibdir. Əlbəttə burada oldu, ora düz gəlir.
Zahirən buradan bu üzə səhvələr düz qoyulub buracan, amma səffətü filan burada da tutğuc şüknami nabi əfəndi ba Xudayım Teala Cəllə şənuhu be dadən pesər. Burada da yenə şair yazmayıbdı. Əvvələn bu kitab o pis saxlamağından əlavə, indi gəldik bir yerə yetişdik. Burada görürük ki, bu kitabı yazan farsça şeir, türk şeirin arasında farsça başlıqlar yazıbdı. Ki, yəni rəngi də ayrıdır. Yəni ki, bunu yazar yazmayıbdı, bunu xəttat yazıbdı. Amma kitabın bir ayrı şeyi budur ki, əvam əlində olmaq, mütəxəssis əlində yazılmamaq, mütəxəssis əlində saxlamamaq. Bir budur ki, gəlibdi misrələri birin, 2 dənə misrə var da, hər beyt şeir 2 misrədən ibarətdir. Xəttin bu əli yarısı, bu yarısı. Onun bir yarısını salıb xəttə. Burada da bir iyrətçi görübdü, adamın deyirəm o şeyi yoxdur, tanışlığı yoxdur. Budur ki, o normalda gərək bir çərçivə düzəldə əgər olsa, bir də ki, hər şeiri o birisi şeirdən ayrı, başlığı da ayrı. Başlığın ortasından xətt çəkib, yəni başlığı da kəsibdir. Bundan belə ki, başlıq bir xəttdir. Onu vəsətdən kəsibdir. Çox pis olduğuna görə heç davam da eləməyib ehtimalən. Çox burada bir hərf B görürük, bilmirəm nəyə yazıblar. Mən bəzən eləyə bilsəm baxıram şeylərə, görürüm ki, bəzi şeirlərin arasında, hamısını yox, bəzilərinin arasında 3 dənə virgülü bir-birinə qoyublar, misrələri ayırmaq üçün mənə belə gəldi. Burada xətt dəyişir. Yəni bu PDF-də 12-ci səhifəyə yetişəndə 11-ci səhifədə xətt dəyişdi. O, yəni beləsi deyək, 2 dənə xətt görürük, 11-ci 2 dənə səhifədə də burada. Yəni 2 dənə vərəqi görürük ki, səhifələri bir-birinin üzrədir. Bununla belə ki, bu birisi vərağın aşağındakı sonki vərəqi nə ilə başlanacaq, orası düzdür. Amma 2 xətt ilə burada qarşı-qarşı yox, bunun əksini salaq. Bir də onu çeviririk, yenə 2 xətt ilə qarşılaşırıq. Bu da çox önəmlidir və buradan 3 xətt ilə tanış olmuşuq bu kitabda. Çox fərqli xəttlər əslində. Buradan bu üzə ki, dedik, yəni indi deyək 12-ci vərəq deyək buna. Vərəq başlandı. Burada xətt çox dəyişir. Görürük ki, biraz çox profesional ya herfeyi yazılır. Dərbəyan fəzilət zəkatül mal. Belə bir şey əgər oxusan, düz oxusan beləsi o yazılıbdır. Başlığı ayrıbdır. Şeiri də qəşəng qıraqları bir-biri ilə düzdür. Sətirlərin. Kitabın qıraqları bəlkə su gəlibdir ki, su gəlibdir. Amma kamil çürüyüb, yəni bu çürümək ortalarda da görünür. İndi burada kitabın içinə də vərəq qoyubdur. 16-cı səhifədir. Arxadakı PDF-də 20-ci səhifəni görürsünüz. Burada 16. İlləti budur ki, əvvəldə 4 vərəq təkrar var idi. Onları deyir. Dərbəyan Məti İstanbul. Fi dərbəyan ستایش نظر حسن الوجه به چشم اعتبار در بیان مذمت سؤال در بیان ترتیب حزل و خرج ehtimalən xərhidir, nədir, belə bir şeydir. Bu cür şeirlərin adlarıdır, bunları görürük, devam edirik. Bunların bəlkə içindən diqqətlə yazında, oxuyanda baxarıq. Dərbəyan تحذیر از اعیان در بیان ترغیب لذات در بیان ترغیب تماشای صنع باری در بیان فی حق نظم و اشعار. Bunlar şeirlərin başlığı. Dərbəyan sitayiş səbr و təənni, dərbəyan sitayiş ziraət و mən, nə belə bir şey. Burada bu səhifədə bir ehtimalən cilanar yiyirmiş, nə yiyirmiş, ağzından suyu çırtlayıb düşübdür kitabın üstünə. Bunu da görə bilirik. Dərməzəmməti israf və məti etidal.
Burada bir xətti də qələt yazıbdı, ya nə edibdi, üstündə bir qərəliyib, onun üçün kamil oxunmasın. Bu birisi səhifədə də aynı məsələdir. Yəni bir beytin bir misrəin qələt yazıbdı, onu üstünə xətt çəkib təzəşdən qıraq yuxarı yazıbdı. Beləsi davam edirik. Mən istəyirdim bəlkə bunlarda bir şey görərik. Cəlibdir ki, burada gəldik 61-ci vərəqə gələndə PDF-də 2 dənə gördük, ona görə deyirəm vərəq. Burada bir beyti çox pis belə xəttlə, eyni mənə ta ki, xətt keçdən zaddan istifadə eləmirəm, düz bir şeydən elə xətti belə çəkirəm, əyri-üyrü olur. Elə bu da bir dənə beytlərin içindən ayırıb dövrəsinə xətt çəkibdir. Daxil edər ki, kisə ki, tutunə, bəgər əmma piratun, okey, bunu biraz şeydir, ədəbsiz şeiridir, ona görə onun dövrəsinə də xətt çəkibdir. Dər məzəmmət elə Əbu Ləhəb, bu da qıraqda da bir yazı gedir, əcəba nədir, bu da bir məsələdir. Da mən baxmadım ki, bəlkə bunun yazılar düz olar, düz olmaz, səhvələr düz deyə yox, onlara çox diqqət eləməmişəm, onun üçün də hərdən bir yadıma düşəndə şey eləcəm, dərbəyan məzəmməti hikayəti şut. Şut nə deməkdir? Şut bizim Azərbaycanda bir şəhər adıdır, dər xidmət Süxənçini və kitabın sonuna gəlirik. Burada görürük ki, yenə kitab ortadan cırılıb bir yapışqanla, ehtimalən parça yapışqana bənzir. Bəlkə də parça olmaz, parçadır, parça yapışqandır. Onunla yapışdırıblar, ehtimalən də düşübdür yazının üstünə. Yəni, hər iki səfədə bəlkə yazıdan bir-iki hərfin üstünə düşmüş ola bilər. Amma kitabın dediyimiz kimi dövrələri kamilən çürüyübdür. Su da burada çox görsənir ki, gəlibdir, qopublar və səfələr bir-birindən ayrılıblar. Axır səfədə şeirin, yəni şeirlərin axır səfəsində bir şey görürük. Bir tarix kimi bir şey görürəm. Bunu əlbəttə sonda hətmən oxuyarıq, amma burada bir tarixlər yazıbdır. Mən fəqət o kitabı görürüm ki, burada bir şey yazıb, o imza kimi yazıbdır. Təmmətil kitab bi'unillahil məlikil vəhhab lil mu'mininə bisəbili səvab vaxtü zəha fi yevmi sulsi zilhəcci şərifə. Kitabın adın hələ feylən qalsın. Bunu baxarıq. Zahirən də pəndinamədir də. Çünki gördük ki, elə şey yazır. Tamamən filan şeyin mədhi, filan şeyin zəmmi. Buradan da pəndinaməlik cür gəlir. Pəndinamə yazıldığı üçün biz də yazarıq. Kitabın içini əlbəttə oxuyanda görürük ki, necə bunu yazıbdır. Tarixi təhrir dedi da, ya təmmətil kitab və Allah məlikil vəhhab lil mu'mininə bisəbilə səvab vaxtı zuha yazmayıbdır ki, ehtimalən yazı tarixi yazsaq daha yaxşı çıxacaqdır. Deyir ki, yevmi səlası zil həccətil haram, zil həccətil şərifə, əlbəttə 1137 hicri qəməri. Yəni kitab neçə il bundan qabaq yazılıb? Əvvəl bunu bir hesablayaq. Görək ki, bu yazılan kitab indi 1447-ci il, bundan çıxsaq 1137. Bu kitab 310 il öncə yazılmış olubdur. 310 il öncə. Tamam, buradan bunu bildik ki, belə bir şeydir, amma şeiri oxuyanda görərək. Son səhifəyə də baxaq. Kitabın sonunda yenə də məclisin möhrü basılıbdır, üstə bir beyt şeir görünür və axirində bir dənə ayrı bir kitabdan ola bilər. Bu kitabdan ola bilməz ki, bunun da təəssüflə hətta o qədər pıntıdır bu İran kitabxanaları
ərziş vermir kitaba ki, bir otura bunu düzəldə, bir səhifələri təmiz qoya filan bəhman. Kitab qatlanıb da o qatlanığı aşmır ki, üstü yaxşı oxunsun. Sən bunu qoyursan ki, insanlar oxuya bilsin. Nədən bunu belə bir zərrə hövsələ ilə pul alırsan, orada işin budur. Nədən şey elirsən ki, məsələn elə bir dalısçın atlı gəlir, kitabın qatını aşmayıb oxuya bilmirik ki, bunun üstündə nə var. Hər halda burada bir şey yazılmışmış. İçində bir cədvəldir. 15 xanəli şeyli otaqlı qəfəsəli şey görürük. Vərəqətin la ya'ləmuha və la həbbətən fil ərzi və la rutəbin la həbbət ehtimalən la həbbətin fil ərzi və la rutəbin və la yabisin illa fi kitabın mübin. Burada bir şey yazmışmış. İndi ehtimalən bu nə mənədir? O bilinmir. Və o səfənin arxasında yenə kitabın səbt şumarəsinin və kitabın qəfəsədə olduğu nömrəsini qoyub da haza kitab rəml. O da ki gördük, o bir dənə ayrı kitabdan cırılıb, adı Rəmli kitabıdır. O Rəmli kitabından bir səfə cədvəldə dediklər, o qoyublar bura. Kitabın əvvəli budur, yəni o kitabdan cırılıbdır, qoyublar bu kitabın arasına. Haza kitab Rəml, Bismillahirrahmanirrahim. Bu başqa bir şeydir də, yəni ayrı kitabdır. Arkasında onu bəlkə tapıb oxumaq olar, çox da önəm daşımır. Qeydaq kitabın əvvəlindən yenə də gedək görək ki, nələr görürük. Birinci səhifə qoyublar burada. Hər halda kitabdan çox vərəqlər düşüb bitibdir. Biz burada bunu görürük. Əcəba bunu indi beləsi eləsək oxuya bilərik, yox. Düşüb aləmə, Bismillahirrahmanirrahim, biz demişik əlbəttə, düşünüb aləmə qaliçi xac, döşənib olacaq bəs. Əlbəttə şığın da üstünə ə qoymuşmuş, mən görməmişəm. Orada burada bəzi kəlmələrin üstünə səs qoyubdur, amma hər yerdə qoymayıb bunu. Bəzi yerdə o hərflərin səsi görsənir, amma döşənib aləmə qaliçi xac, üstünə döndüb fəbab əflac. Fənab əflac nə mənə ola bilər? Üstünə döndüb fənab əflac. Ehtimalən bu bir yerdə məlah yazılıbdır. Bu məlah hardadır? Onu bilmirəm. Götürüblər burada qıraqda milah yazılıbdır əlbəttə. Oldu gərdunlə bu çar füsul, kase-i çargüli bəzmi qəbul. Ümmühayi edib, ümmühat edib, aba ilə cəm, ədədi yandi, məhəbbətdən şəm. Bu nə deməkdir bilmədim. Ədədə yandi, məhəbbətdən şəm. Ta məvalid süls oldu əyan, mədəniyyat و nəbat و heyvan. O üç dənəni beləsi saydı. Məvalid səlas deyəndə mədəniyyat, yəni o şeylər ki, dəmirlər əslində. Mədəniyyat əslində qədim dəmirlərə deyirlər. Onun üçün biz mədən deyirik ki, məmulən yeri qazıb oradan dəmir çıxadırıq. İndi qızıl da dəmirdir, gümüş də dəmirdir, hər şey dəmirdir. Və nəbat, nəbat göy-göyərənti. Hər nə ki göyərə, yerdən göyərə çıxa, ağac olsun, indi gül olsun. Bunlar heyvan da ki, həyəvan yazıb bunu, yəni ərəbcə yazıb ehtimalən, üstünə səs qoyub, yəni həyəvan, canlılar. Yürüdi qafilə-i lütfü kərəm, yürüdi qafilə-i lütfü kərəm, çıxdı aləm əqəbindən Adəm. Çıxdı aləm əqəbindən Adəm. Eylədi mərtəbəyi insani, qayəti mərtəbəyi heyvani. Bu şeirlər mənə biraz tanış gəldi nədənsə. Oldu bu surət tini zuhur, oldu bu surət tini zuhur, əkməli əşrəf ənva-i zuhur. Qurulub sülləmi tərtibi hökəm. Elə bunun üstündə səsini qoyubdur. Mən də o səsini oxudum. Bilmirəm də mənisi nə ola bilər. Salimlikdən olacaq, amma
qurulub sülləmi tərtibi hikəm, çıxdı ta suduri cəvadi Adəm, cud Adəm. Çıxdı ta sədru cud Adəm. Okey. Çıxdı ta sədr vücud Adəm. Burada bir xətt, bir şey yazılmışmış, onu siliblər. Mən vücud oxuram, inşallah ki, belə olsun. Adəmin də ayı yoxdur. Abu külah edəcək elmi zuhur. Abu külah edəcək elmi zuhur. Sədriyə oldu mələik mə'mur. Olub insan ilə məratib birca, bərca. Olub insan ilə məratib bərca, oldu məqsud, məğzul, oldu məğzul təfazül peyda. Oldu məfzul olacaq bəs bu da. Oldu məfzul təfazül peyda. Fazl sözündən məfzul, az, üstün və fazil, çox üstün. Bunlar bir-biri ilə. Kimisi səbuk olub, kimisi piyaz. Kimisi, indi bunu gərək bilək ki, nə olub deyim. Kimisi bu piyazla gərək oxuna, bu piyaza qarşıdır, amma mən oxuya bilmirəm. Kimisi siyər olub, səllər olub, kimisi piyaz. Başlap buram, bu sillər nə demək olar məsələn? Kimisi sillər olub, kimisi piyaz. Eylə oldu eylə, biri birindən mümtaz. Gedək bu indi cırıq səfərinin o birisi tərəfini oxuyaq. Rütbə olub ənva-i ənam, dərəcat ilə zuhur etdi nizam. Biməratib yığılır çuhi məkan, biməratib yığılır çuhi məkan. Elmülük yerini tutmaz nadan, alimin yerini tutmaz nadan. Görməz məsləhətin ateşin ab. Mən bu kitabı bir yerdə oxumuşam. Yəni bu adla yox, bəlkə bir ayrıqla oxumuşam, çünki nəzərimə tanış gəlir. Görməz məsləhətin ateşi ab, eyləməz həm əməli badu turab. Edəməz ahəng əfalini dör ya dür. Edəməz ahəng əfalini dör. Verəməz çaşni o melhi şəkər. O dər olacaq, o da olar şəkər. Görəməz dəstəki umurini qədəm. Görəməz dəstəki umurini qədəm. Varəməz seyfi məqaminə qələm. Bəsərin eylədi gün quş edəməz. Bəsərin eylədi gün quş edəməz. Huşun əndişəsini muş edəməz. Bu kitabı mən kamil, indi də yadıma gəlir, oxumuşam. Yazkür yerini tutmaz zərki. Bəzərgər yerini tutmaz zərki. Kəfşgər qədini bilməz dülkü. Nə deməkdir? Bunları anlamıram. Yəni bunlar indi bir də adlıdırlar. Mən də bu adları bilmirəm. Bərzgər yerini tutamaz zərgər. Ehtimalən bu cür olacaq. Bəzrgər yerini tutamaz zərgər. Kəfşgər karini bilməz dülkər. Kəfşgərlə dülkər nə deməkdir bilmirəm. Bir dənə işdir. Bəzrgər olur əkinçi, zərgər olur qızılçı, kəfşgər olur başmaqçı, bilməz dülkər, dolkər bilmirəm nə deməkdir. Malikün fiilini qılmaz məmluk. Bilməz əhvali duayanı muluk. Bu kitabı oxumuşam. Gedək bir, indi ki açmışıq bir
Məsələn, bu da 81 səhifədir. 20-ci səhifədən ki, fərqlidir. Əlbəttə, burada o fərqli yeri oxuyaq. Bu fərqli yerdə aninlə. İndi bu xətt bu üzdə bir ayrı xəttdir, bu üzdə bir ayrı xəttdir. Əlli yazmalar fərqlidir. Bu kitabın biz bəlkə bir ayrısında da zor elə düşmüşdük. Fikirəm ki, o da ya bu kitabdır, ya fərqli nüsxədir, amma bunu mən görmüşəm. Aninlə çünküm sana kəşf oldu bu raz, Adəm olur mu eden terk niyaz? Ey bəhin میوه باغی pədəri, sədəfi bəhr həyanın gühəri. Bu oğluna bir şey yazmışdı, o olacaqdı. Mən fikir edirəm ki, bir dənə bu, əgər səhv eləmirsəm, çələbilərdən biri oğluna bir kitab, bir şey yazmışdı. Bu onun yüzü olacaqdı. Ey bəhin میوه باغی پدری سفری صدفی بحر حیانın gühəri بیمرز تاؤل cismində tölən eyləmə fut siyami Ramazan həman. Sürmədir qullərinə lütfu xuda, sovmu bizzat edər Allah cəza. Sovmu bir maidə-i rəhmətdir, nuridən sayimə bir xilətdir, sayım oruç tutan. Somudur qabil-i kitmu xəfa, dəxlə fürsət buləməz somərya. Dəxlə fürsət buləməz somərya. Sitr paçi səmədiyyətdir som. Sitr paçi səmədiyyətdir som. İttisafi mələkidir som. Nəfəsi sayım üçün dedi Rəsul, nəfsi sayım üçün dedi Rəsul, müşküldən peş xudadə məqbul, piş xudadə məqbul. Peş yazıbdır. Rəhnuma, yəni əgər biri müşkülət olsa, o da oruç tutmaz. Gedək o birisi səhifəyə baxaq. Ey gül tazə rəsi gülşəni can, boyu pirayı dəmağı irfan. Kəbə-i Beytüşşərəf əzəmdir, nöqtə-i dari aləmdir. Kəbədən qeyri yerə etmə səfər. Səfəri bihudədir, nar-ı səqər. Nar-ı səqər, yəni səfər həm bihudədir, həm də cəhənnəmin otudur. Amma belə bir şey Quranda yoxdur. Adam özü deyir də, yəni özündən gəlir ki, Quranda vardır ki, çıxın səfər eləyin. Quranın bir çoxlu əcib ayələri var. O cümlədən biri Hacəru söz var, mühacirət eləyin. Mən bunu burada yazdım, bir soruşaq bu da. Səfərə ola bilər, aldış burada. Hicrət və səfər təməldə iki fərqli baxışdan alqışlanır. Biri, insanın inanc və üzgürlüyün qoruması üçün etdiyi müqəddəs köç, hicrət. O birisi isə yer üzünün gözəlliklərini və ötən millətlərin aqibətini görmək üçün edilən mənəvi və ilmi siyahətdir. Bu barədə göz çarpan neçə əsas nüqtə var. Hicrət, çətinlikdən qurtuluş və genişlik tapmaq. Quranda bir neçə ayə insanları zülmdən qaçmaq və Allahın geniş yer üzündə yeni bir həyat qurmaq üçün hicrətə səsləyir. Özəlliklə Nisa surəsinin 97 və 100-cü ayələri bu konuda çox açıqdır. Allah yolunda ayəni oxuruq. 100-cü ayə. Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu sığınacaq və genişlik tapar, yapılacaq.
Bu ayə göstərir ki, hicrət təkcə bir məkan dəyişməsi deyil, bəlkə rizqin artmasına və yeni imkanların açılmasına səbəb olan bir hərəkətdir. Səfər, bilik və ibrət qazanmaq, bu da bir ayrıdır. Quranda səfər etmək üçün çoxlu təkid var və adətən qul siru fil ərzi dedi, Allah, yəni Peyğəmbər, Allah Peyğəmbərə ki, denən, qul denən, yer üzündə gəzin ibarəti ilə başlanır. Bu səfərlərin alqışlanmasının neçə səbəbi qeyd olunur. Tarixi ibrət, bunlar şeydir, amma mən istəyirdim görüm ki, burada tamam, amma Quranda neçə ayət bu səfərlər haqda var. Görək bir şey verir. Yenə aynı sözləri başladı. Nədən isə şey vermir. Nömrə vermədi. Aha, 27 dəfə. Hicrət kəlməsi və ondan törəyən feillər Quranda 27 dəfə təkrar olunub. Bu ayələrin çoxu Allah yolunda köç edənlərin fəzilətindən və onların qazandığı maddi mənəvi uyğurlardan söz açır. Ondan sonra görək ki, 7 ayədə ayrısıdır. Əgər təkcə yer üzün gəzin, nəticə olaraq, əgər təkcə yer üzündə gəzin əmrini nəzərə alsaq, 7 ayə var. Amma hicrət ticari səfərlər, yolçuların haqları, İbn Səbil və ibrət götürmək ayələrini bir yerə yığsaq, bu sayı 50-dən artacaq. Yəni biz 50 ayədən çox ayə vardır ki, yer üzündə deyir dolanın və ya dolananlara göstərir ki, dolananlar nə ediblər. Ona görə bu şey yazıbdır da, yəni bir dənə şairdir, beləsi bir şeyi yazıbdır. Dərbəyan fəziləti zəkat, bunlar deyirəm, bu kitabı mən nəzərimə gəldi ki, tanımışam, oxumuşam, ona görə bundan çıxıram. Bu qədər yetər. Əlbəttə, axır şeiri oxuyaq da, axırda bir şeir var idi, bəlkə orada yazarın da bir adına görə bir şey gələr. Dərbəyani duai xətmi kitab. Ya indi burada kitabın haqqında bir şeylər deyəcək. Tələsə Mühəmməd tamam oldu suxən. İhtimalən təslə Mühəmməd tamam oldu suxən. Açəlüm ədiyi xeyrə dəmən, dəhən üzrə. Bu indi əvvəldə o nədir onu xeyr. Həzrəti Haqq səni məmur etsin, qüssədən xatirini dur etsin, oləsən izzət ilə bərxurdar, edəsən ömrü təbiiyyə güzar, xeyr edə Həzrət Haqq zəncamın, əncamın, xeyr edə Həzrət Haqq əncamın, əncam yəni sonu, etidal üzrə geçə əyyamın, etidal yəni ortada. Nə dalıya qal, nə qabağa geçir. O etidal üzrə keçə əyyam günlər. Verə Allah sənə ömrü diraz, uzun. Oləsən elm-i əməldə həm mümtaz. Mümtaz yəni ayrılasan, fərqli olasan elm-i əməldə. Elm-i əməl bu ikisi insanları, məsələn, alim olmaq falan insanları toplumda o birisilərdən ki deyirlər, ucaldır və hətta alimlərin də içində o ki çox alimdir, o fərqli olur. Oləsən qaim-i mihrab-i səlah, buləsən mərtəbəyi fawz-u fəlah, olmayıb həqqə və xəlqə məğzub, səni Allah edə məhbub-i qulub. Məsləkün olə rüsum-i adab, xəlq səndən edələr şərm-i hicab. Ustanın olə muadai sur, nə mənə astanın olə mavai surur. Bu nə mənə deməkdir mən bilmirəm. Muai surur. Dostanın olə
məsnay huzur. Cəm ola xanənə xeyri bərəkət girməyə çisənə mali rüşvət. Bəğmə zəhrə baymisən nə mənə? Lüqməyi zəhrə bas baymiyəsən. Lüqməyi zəhrə ehtimalən basmiyəsən, nə gözəl bad hava demiyəsən. Oləsən dəğdəğədən azadə, ola hər istədgün amadə. Rizq üçün çəkmiyəsən rəncü təəb, nemətin olmaya muhtac tələb. Əcəb beləsi atalar nə gözəl atadılar da. Ay mən balaların beləsi gözəl dualar eləyərlər. Çünki bəzi atalar vardı, Allah rəhmət eləsin ölüb gedənlərə, uşaqların yaxşı dua etmirlər. Bu da uşaqların gələcəyində təsir qoyur. Analar və atalar təəssüflə qarğışçı olur bəzən və bu da uşaqların istər-istəməz həm ruhiyyələrində təsir qoyur, davranışlarında təsir qoyur və gələcəklərində də qətlən təsir qoyur. Çünki qarğış demək, yəni bu ki, dədə-nənə geri qalmışdı əslində. Da istəmirdim bunu deyəm, amma geri qalmışdı bir adam. Balalarını da geri saxlamaq çalışır. İstəyir bir iş görsün, onun başına vurur, qarış edir, çeşmə filan. Bəhmə bundan ötürür, bundan qıraqda deyil. Ərişən niməti haqqı bi zəhmət, hasidün görməyə ruyi rahat. Nə gözəl belə ata. Buləsən niməti bi sə'yu əməl. Buləsən nimət bi sə'yu əməl. Görəsən rahat bi cəngü cədəl. Ehtiyac eyləmə dəstini nə mənə beyt olacaqdır. Ehtiyac eyləməyə dəstini beyt. Bəxş edib sən oləsən bala dəst. O pəst olacaqdır. Ehtiyac eyləməyə dəstini pəst. Bəxş edib sən oləsən bala dəst. Dəhənin xahişə baz etməyəsən. Özgədən bir şey istəməyə ağzını açmayəsən. Tənridən qeyrə niyaz etməyəsən. Allahdan da qeyrinə ehtiyacını söyləməyəsən ki, mənim ehtiyacım var. Kəşf hal etməyəsən bi dərd. İltica etməyəsən namə. Kəşf hal etməyəsən bi dərdə. Dərdi olmayan adama içivi aşma. İltica etməyəsən namərdə. Namərdə də pənah aparma. Namərdə sığınma. Namərddən yəni heç umma bir şey. Hər niyə etsə təəlluq nəzərün, hər nəyə etsə təəlluq nəzərün, ola asanlıq ilə mahəzərün. Mahəzərün yəni o şey ki, istəyirsən onu sənə hazır olsun. Hər nəyə ki, ürəyində bir keçir. Qeyrin olsa uləşə qədri əşyası. Qeyrin uləşə qədri əşyası. Bulunər səndə onun əlası. Hər nə ki özgədə vardı, onun yap-yaxçısı sənin olsun. Yaş eylə çeşmi bir əşq etməyəsən. Yaş eylə çeşmi pür əşq etməyəsən. Yaş ilə, eylə mən oxudum, qələt oxudum. Yaş ilə çeşmi pür əşq etməyəsən. Kimsənin halinə rəşq etməyəsən. Rəşq həsəd deməkdir. Niyə mənim yoxumdur? Kaş onun da olmasın. Bu cürsü. Qəlbinə bülməyə mədxəli ovham. Qəlbinə bülməyə mədxəl ovham. Ovham, xam xiyallar, əcib qərib. Gözlərin görməyə gerdi alam. Gözlərin görməyə gerdi alam. Gerd yəni toz torpaq. Alam da dərd, ağrılar. Düşmə ol mehnətə kəm ah edəsən. Düşmə ol mehnətə kim ah edəsən. Görmə ol hali ki ikrah edəsən. Həm o mehnət çətinlik.
çətinliyə düşmə ki, ah çəkəsən, narahat olasan. Görmə ol halı ki, ikrah edəsən. Pisdir, olmasaydı yaxşıdır. İkrah yəni bir şeydən xoşun gəlmir. Ona düşməyəsən. Kimsədən çəkməyəsən xəşyət o bim. Xəşyət qorxu, bim də qorxu. Kimsədən çəkməyəsən xəşyət o bim. Dəstigirün ola səttar-ı kərim. Səttar-ı kərim. Səttar örtən, eybi örtən. Kərim də o şey ki, kəramət edir, lütf edir. Xatirin olmaya pamali məlal. Pamal ayaq altında olmaq, əzilmək. İrmiyə dövlətinə dəsti zəval. Zəval da yəni bir şey qurtarması, aradan getməsi. Yəsihü xəmyan qəmi çəkməyəsən. Burada bir yəsih yazıb, xəmyazəyi, yəsihü xəmyazəyi qəm çəkməyəsən. Yəsih səhih olmaq, xəmyazə əsnəmək ehtimalən. Qəm çəkməyəsən, ömrün olduqca sitəm çəkməyəsən. Sitəm də çətinlik, acılıq, özəlliklə dil yarası və bədən yarası. Yəni vurmaq, döymək, bunlar da sitəmdir. Dil yarası da sitəmdir. Bunlar. Sənə meyl eyləyəsin cövhər ola. Sənə meyl eyləyəsin cövhər ola. Toprağa əl uzadərsən zər ola. Bu da ki, kamil bunu düşündük. Davamı var, amma məncə çox uzun oldu. İstirdim ki, bunu qısa kəsim. 42 dəqiqə bu kitabın üstündə feylən buracan durmuşuq. Fəth olub məxzəni gənci qeybün, nəqdidən olmaya xali cibün, olmaya məsti xahiş dinün, göstərə naz ilə mən suxənün ehtimalən. Malidən olmaya xali bucağın, naridən olmaya xali ocağın. Nar otdur, atəş. Lütfə həq qeyrinə dəst açmayəsən. Lütfə həq qeyrinə dəst açmayəsən. Xəlqə lütf eyləmədən qaçmayəsən. Ləbin olsun suxənarayı kəlam, dəhənin maşəteyi ləfz məlam. Çox olə malın ilə ovladın. Çox olə malın ilə ovladın. Ərtə ol din ilə iradın. Ərtə ol dik ilə iradın. Din ilə iradın ehtimalən. Arta artıq, ərtə artmaq. Arta ol din ilə iradın. Burada irad nə deməkdir? İrad eyb-irad biz bilirik, amma burada o mənaya gəlmir. İrad eləmək bir şeyi yaratmaq, bir şeyi düzəltmək anlamına burada gəlir. O mənaya gəlir irad eləmək. Məsələn, filanca söz danışdı, irad elədi. Beləsi işlənir. Məzhər-i muhibeyi haqq olasan. İyi olada müvəffəq olasan. Görmə dərdi səri o çeşmü dəndan. Olmə mühtac həkimü dərman. Dəvətə getməyəsən bi izzət. Xanədən çıxməyəsən bi qeybət. Bi rəğbət. Ürəyin istəmədən evdən eşiyə çıxma. Hər şəbancəhə yığasən şəm-i əsəl. Hər şəbancəh yığasən şəm-i əsəl. Girməyə məclisinə dudi kəsəl. Qədim gecələr çıraq yandırasan mənzuru budur. Və evin tüstülü olmaya. Tüstü qədim bəzi çıraqlar yandırırdılar. Tüstü verirdi, hər yer qər edirdi. Ehtimalən bir növ şəm var imiş, balla düzəldirmişlər, bu tüstü vermirmiş. Bir növ da şəm var ki, yandırırlar, tüstü verir, ondan da qələm, cöhər düzəldirlər. Dəsti-bəstə türlər xuddamın. Dəsti-bəstə türələr xuddamın. Xuddamın qabağında beləsi duralar. Eş işrətüncə əyyamın. Son
6-7 misra beyt qaldı. Əya pədərün nazu nisari canım. Ehtimalən ya pədərü nazu nisari canım. Köhnə gedərmiyəsən xuddamın. Köhnə geydirmiyəsən xuddamə. Burada bir şey yazıbdı, mən oxuya bilmədim. Ya pedər, ya yapdırıb nazı nisar camın. Köhnə geydərmiyəsən xuddamə. Paymali suqala olmayəsən. Paymali suqala ağırlıqlar. Paymali suqala olmayəsən. Tənicahi uqala olmayəsən. Bulmiyə tənə məhəl kimsə sana. Demiyə kimsə bu düşməzdi sana. Eyləsün şəki gül hərfi tərəb. Burada bilmirəm nə yazılıb. Eyləsün suşikli gülü hərfi tərəb. Sözün olsun səbəbi xəndi ləb. Hər şəbin qədr ola hər ruzun id. Sörəsən dövlət ilə ömrü məzid. Çün Əbülxeyr qolundi namın. Xeyr edə Həzrət Haq əncamın tutardı. Ki dedik tarixini də bundan sonra oxumuşduq. Bu ərz elədiyim kitabdır. Ehtimalən bu qədər elə görək. Gedək ikinci kitabımızı açaq. Görək şey. Bu kitabın adı nədir və nə yazılıbdır? Kitabı kiçildirik, səhvə yerlərsin, əvvəl sürətlə bunu görək. Bunun adını yazıblar İlahi Məcmuəsi. PDF-də 161 səhvə görsənir. Bilmirəm ki, nə qədər. Tarixsat, hissat yazmayıblar. Kitabı baxırıq, parçadan müqəvvanın üstünə ya kartonun üstünə parçadan cild çəkiblər. Amma çürüyübdür. Əlin təri ilə, filanı ilə. Qıraqları kitabın çürüyübdür. Rəngi gedibdir parçanın. Bu ayrı bir şeydir. Bu ehtimalən bu kitabı oxumuşuq. Çünki burada kitabın axiri açıldı. Axiri açıldığı üçün mən fikirlərim ki, bu kitabı oxumuşuq. Bəlkə də. Bu kitab Princeton Universitetinin kitabxanasında Amerikada saxlanır. Amerikada bilim yurdunda saxlanır. 75 səhifəsi vardı, vərəqi vardı ki, yəni 100 burada yazıblar 61 görsənir. Yəni hər səhifədə PDF-in hər bir səhifəsini qoyublar. Fikirəm bu kitabı görmüşük, amma baxaq burada birinci səhifə cildidən sonra səhifə gəlir. Bu latincə ya ingiliscə bir şey, türkcə bir şey burada yazıbdır. İlahiz. İngiliscədir. Sonra yəni türkcəsini yazıbdı, amma o zaman ki S apostrof S gəlir, yəni ki ingilis dildə bir şeylər bura yazıblar. Bəzi kəlmələr türkcədir, bunu görürəm o şeyindən. Əcəba burada indi bu kitabı ehtimal verirəm ki, görmüş olsaq, mənim Allah lütf eləyə yadıma gələr ki, nədir? Kitabın üstündə bir burada AM nəmənə görürük burada, ehtimalən 1400, yox, çox şey oldu, 1494, orada da bir dana bir var, olmaz beləsi. 3 İxlas, 1 Fatihə, Şərif sahibi Səadət əfzməzə, nəmənə belə, Āməntu billahil əzim və təfəkkəldə aləl həyyəl qəyyum, 1001-ci ildə yazılıb bu. Yəni, bu kitab bundan qabaq yazılıbdır. Bu yazı ki, bu kitabı alan yazıbdır, yazıb ki, mən Allaha iman gətirmişəm, o 1100-də yazıb bunu. 3 bu dəxili ehtimalən və kəfə birəbbikə hadiyən və nəsira. Bu da yenə də aynı kitab alan yazıbdır. Tosifdir nədir? Burada bir şey yazıbdır. 1318-i, yəni burada da tarixlər bu kitabı yazanlar, alanlar yazıblar. Kitabın hər kəsin əlindəymiş. Onlar 1318-ci il, yəni hududən 130 il bundan qabaq deyək ki, hududən. Yəni Rəcəb-i Şərifin birinci günü təsadüf edib
1316-cı ildə nə mənə Teşrin əvvəlin Şəhabüddin Yaşar nə mənə bir nəfər təsadüf edib. Hər halda belə bir şey. 1318 bir ayrı bir şeydir, amma bu da bir ayrı bir şeydir. 11-ci günü saat 5-i 5 ya 1 gecə 5-i 1 gecə ya da nə mənə gecə Rək Əhməd Şəhabüddin Yaşar Əfəndi divan dünyaya gəldi. Burada bir nəfər üstə təsadüf edibdi, onun tarixini yazıbdı ki, bunu oxuduq. Ondan sonra bir də təsadüf edib 1316 bu ayrıdır. Cənab-ı Haqq tulu ömrü ilə məmur eləsin. Burada da aşağıda yenə də bir ayrıdan mən bu kitabı oxumuşam. Burada da zikrun əla ibadətün. Bunlar da Əbdülmənaf nə mənə bunu oxuya bilmirəm bəlkə. Adları burada yazıblar. Əbdülmənaf, Əbdülmütəllib Həzrəti Məhəmmədin şeyləridir. Geçmişləri, gəlmişləri olacaqdır. Əbdülmənaf, Əbdülmütəllib, Əbu Talib, Həzrəti Əli Əkrəmallah vəchəhu və rəzu ənhu, İmam Hüseyn, İmam Zeynəlabidin, İmam Məhəmməd Baqir beləsi gedir. İmam Həsən yoxdur burada da. Məsələn, İmam Həsəndən keçdi. İmam Məhəmməd Baqir imamları yazıbdır. İmam Cəfər Sadiq, İmam Musa Kazim, Əs-Seyyid İbrahim Mürtəza, Əs-Seyyid Musa Sani. İmam Cəfər Sadiq də Musa Kazimdən sonra yazmayıbdır. Bu 7 imamlılar olacaqdır. Bu kitabı ehtimalən bu adam ki, kitabı almışmış, bunları yazıb üstünə. Bu 7 imamlılardandır. Seyyid İbrahim Mürtəza, Seyyid Musa Əs-Sani, Əs-Seyyid Əhməd Salih Əl-Əkbər, bunlar hər halda mən bunları bilmirəm. Bunları adam əlbəttə bir əks versə, bəlkə bunların haqqında bir şey bizə bu şey deyər. Mən bundan bir əks salım, verim, deyim ki, bu kitab haqqında bizə biraz məlumat versə bu şey çox yaxşı olar. Bu səfərin mövzusu nədir? Əvvəl bunu mən edit eləyim ki, biraz rahat oxunsun. Tamam, gedək şuraya şey, burada bunu versək bizə nə deyəcək? Bu adların bir-birləri ilə hansı ilgiləri var və nəyi göstərməyə çalışır? Tamam, bu keçsin, burada məşğul olsun. Bunu biz sonra qeydərik. Kitabın səhifəsinə davam eləyək. Bu birisi səhifədə ehtimalən kitabın özü başlanır. Bəlkə də yenə də bir yazı verir. Hələ feylən bilmirik nədir. Burada bir yazıdır. Vəsətdə bir təmmət qoyublar. Şeir kimi bir şeydir burada yazıbdır. Bəli, şeir kimi bir şey yazıbdır və burada ona təmmət qoyubdur. Sonra bir ayrı şeir yazıbdır. Ona təmmət qoyubdur. Və o birisi səhifəyə keçirik. O birisi səhifədə də yenə bir şeirlərlə qarşı-qarşı yox ki, hər şeirin sonunda bir təmmət qoyubdur. Bu kitab əgər istəyək bunun indi aynı midadla ki orada yazılmışdı ya aynı qələmlə burada da yazılıbdır. Əcəba bu midad qələm gəlir mənim zehnimə ki bu qələm olacaqdır. Yenə də aynıdır. Bu kitabı görmüşük. Mən beləsi görürəm. Burada da kitabın ortası, yəni Şirazənin cırılıbdır. Təzəşdən bir ayrı sapla tikiblər. Bəllidir bu ev sahibinin, kitab sahibinin xanımısı toxunma toxunmuş. Onun toxunması ilə götürüblər. Kitabın səfələrini təzəşdən bir-birinə tikiblər. Yenə də sağ olsun hər ikisinə Allah ölmüş olmuşsalar. Allah rəhmət edəsin ki, bu kitabı bizə saxlayıblar.
Kitab aynı xətt ilə davam edir. Əlbəttə biraz fərqlənir bəzi yerdə. Hər şeirin sonunda bir təmmət qoyubdur, yəni qurtarıbdır. Kitab biraz kiçildi bu səfər, necə eləyə bilək kitabı yaxşı görək. Qəzəl Nəqşi burada da bir neçə səhifəsi silinibdir. Məncə bunlar məcmuə şeiridir. Yəni müxtəlif adamlardan yazılıbdır. İndi buna biraz diqqət edəcəm. Məsələn, bunu Əşrəf oğlu yazıbdır. Bu şeiri Əşrəf oğlu yazıbdır. Cumhur-i Uşşaq. Bu birisi Arif olayım dersən əgər səri xəfiyi, sirri xəfiyi ana üçün edəlim hu deyəlim hu. Belə bir şey. Burada şeiri kim yaza bilər? İmam Həsən və Hüseyn və səlli ya ibada təmmət. Burada qutarıbdır şeir nə cürsə. Mən istəyirəm görüm ki, bəli, bunların hərəsin, hər şeiri bir adam deyibdir. Bu bir məcmuədir, bir nəfər yazıbdır. Hansı şairdən bir şeiri xoşu gəlibdir, onu burada götürüb yazıb. Məsələn, burada Nusuhidən bir şeir yazıbdır. Bunu gördüm. Burada Eyzənlər kimin ola bilər? Burada Şəmsidən bir şeir yazıbdır. Bunları tanıyıram azdan çoxdan. Nusuhinin də şeirləri ilə biraz tanış olmuşuq. Burada bir ayrı adamdan Sinandır ehtimalən. Sinan ümmi edər qalmədi heç qəm, özgə sultanı oldum, eşqə uyaldım. Belə bir şey, təmmət. Burada da Sinan adında bir şairin şeirini görürük. Burada da bir ayrı şeirdir, Mərsiyədir. İki uzun səhifədir. Bu Şahın Rəhmətü Rəhmanı. Ehtimalən gərək istəyək bunun bu şeyi oxuyaq gərək. Kulli bu Mərsiyə yenə də bir ayrı Mərsiyə başlayır. Bu Mərsiyə daha uzundur. Ali Sufyanə filan ki getdi buradan. Burada bir ərəbcə bir şeir görürük. Bunlar görmüşük. Bu kitabı da oxumuşuq. Məncə bu iki kitabı hətta belə bəlkə xətti istəyirəm deyə bəlkə fərqlidir. Yəni başqa bir yazar yazıbdır, amma məsələn bu kitabı Fuzuli, bu şeiri burada görürük, Fuzulidəndir. Küfr-ü zülfün saləli rixnələr imanimizə. Kafir oğla ağlar bizim əhval-ı pərişanimizə. Səni görmək mü'təzər görünür böyle ki, işte səni görmək mü'təzər görünür böyle kiraşt. Sana baktıkda tular dideyi ciryanımız. Sürü çok eyler kim, eyleme kim, zori çok eyleme kim, öteye ta kim tükene, az edip zoru cefalar kılırsa canımıza, kılırsa canımıza. Əskik olmaz qəmimiz bunca ki bizdən qəm olub. Əskik olmaz qəmimiz bunca ki bizdən qəm olub. Hər kəslə qəmi gedər şadi gəlib yanımıza. Qəmə əyyam-ı Füzuli bizə peyda etdi, bidad etdi. Qəmə əyyam Füzuli bizə bidad etdi. Gəlmişüz əczilə dad etməyə, nəməni sultanımıza. Sultanımıza ehtimalən olacaqdır, sultanımıza. Təmmət, burada qutardıq. Məsələn, bu da bu şeir
bilmirəm, indi düz oxumadım bilirəm, amma bu da o cürsəndir. Əşyada bir ayrı şairdəndir. Dediyim kimi, bu hərəsi bir şairdəndir və yığma bir şeirdir. O Fuzuli Həzrətlərinin adını gördüyüm üçün həttəmən istədim onu oxuyayım, görün bəlkə. Məsələn, bu Asimdəndir. Əşyada bir ərəbcə şeir var və burada məsələn Misri deyə bir şairdən bir şeirdir. Bu yığmadır və fikrimi oxumuşuq. Ona görə bugün bu kitabda istəyirəm ki, də burada tanıdığımız üçün başqa bir kitab açaq. Dilit eləmirəm, hər halda fikir edirəm ki, bəlkə fərqli biraz ola bilər. Biz burada bu iki dana kitabı Pənnamə-i Türki İlahinamə qoyaq qalsın. Divan-ı Xətayı. Bunun qabaqcan bu divanı da oxumuşduq, mənim zehnimdə var. Amma bəlkə bu bir ayrı əl yazmadır. Ona görə bunu indirmişəm. Belə nəzərimə gəlir. Bu kitabın cildin əvvəl kitabxanada nə cür saxlanır ona bir baxaq. Bu kitabın şirazəsi cırılıb. Gönündən imiş, gönündən çəkiblər kartonun şeyin üstünə. Çox gözəl bir rəngi varmış. Şərabi dedikləri. Üstündə də basma nəxşə varmış, nəxşi varmış üstündə. Amma kitab cırılıbdır. Çox belə, nə deyirlər, o nəxşlər zadlar da gedibdir. Çox işləndiyi üçün. Kitabın içini açırıq. Bu kitab məclis İranda, məclis kitabxanasında saxlanır. Şumarəsi də şeydir. Sansurdan da geçib. Bilirik ki, İranda da kitablar sansur olanda da aradan gedir. Kitab çox əvvəldən bir neçə səfəsi cırılıb gedibdir. Çünki Şah İsmail Xətayı olasan, şeirin Bismillahla başlamaya bu imkansızdır. Çünki bir müsəlmandır və bir xəlifədir, özün xəlifə bilirdi. Və şiələr onu xəlifə bilirdilər. Olmaz bu adam gəlsin, məsələn, Bismillahsız bir kitab, bir şeir yazsın. Özdəki bilirik, arifdir, yəni adam hər halda. Kitabın əvvəli gedibdir, yəni cırıqları görürük, burada cırıq səfə yapışmışmış, cırılıb gedibdir. Onu görürük, şirazədən cırılıbdır. Kitab heyf olubdur. Bilmirəm, gözəl də bunun dövrəsində çarçivələri varmış. Gözəl hər, məsələn, do beyti deyək, iki beytilərin arasında belə təzhib var imiş, çox gözəl təzhibləri var. Hər şeirlə o iki şeirin arasında boşluğa təzhib qoyublar, adını yazıblar şeirin, ya belə bir şeylər. Amma kitab nədənisə nəzərimə gəlir ki, çox kirlənibdir. Kirləndiyi üçün yazının dövrəsi o qədər də yaxşı görünmür. Kitaba bəllidir, neçə seri su gəlibdir. Kitabı suyun içindəsindən qalıbdır, kağız rəngin veribdir eşiyə. Yəni sarılıq kağızda o qədər uzun zaman qalıb suda ki, rəngin verib eşiyə. Ələn burada görürük ki, üçüncü, ehtimalən bunun İran kitabxanası möhür vurubdur. O bir dana dəstgahlar var, belə nömrələri dəyişdirirsən, hər səfiyə öz səfənin nömrəsini vurursan, əllə yazmırsan. Ona, burada görürük ki, onu o dəstgahla bu qalan səfələrə möhür vurublar. Məclisin də möhrün qırağına da vurublar. Yəni o məşrutədə olan məclisin möhrü də bunun qırağında çox kiçik görsənir. Yəni o zaman kitabın ərzişini çox bilirmişlər ta Cumhuri İslamidə. Kitab görək ki, gedə burada da hətta bir yerdə nəzərə gəlir ki, silinib yazılıbdır. Kitabın o oxumaq olar, nəinki oxumaq olmaz, amma vaqiqiyyət budur ki, kitab çox heyf olubdur, çox heyf olubdur. Həm də bu bir Türk padişahının şeyidir. Kitabın indi burada məsələn yetişmişik 18-ci səhifəyə baxırıq PDF-də, çünki hər səhifədə 2 dənə görürük. Diqqət buyursunuz, burada görürsünüz ki, kitab o qədər suda qalıbdır. Açanda bunu ya bir şey yapışıbdır, götürəndə kağız cırılıb ondan gedibdir. Onun üçün təzhib cırılıb şeirdən, məsələn 2 beyt cırılıb gedibdir.
Yəni bunlar ya bir-birinə yapışmışlar, ya qıraqlarda da ha belə. Yəni bunu görürük çox neçə dəfə bu kitab su çəkibdi. Çox da ağır suda qalıbdı. Hətta bəlkə biraz da cəsarət edilsəm deyərəm biraz pis suymuş. Yəni e, kitab od tutubdu. Cəlibdir burada 21-ci PDF-də 21-ci səhifəyə baxırıq, kitab od tutub qıraqdan yanıbdı. Və bəzi yerlərdə bilmirəm nə olub, ehtimalən cırıblar kitabı. Yəni burada bu gəlir nəzərimə, ayrı bir şey gəlmir. Kitabı qatlayıblar Şirazə tərəfindən və çəkiblər düz xəttindən cırılıbdır. Mən bunu cırmaq görürəm, ayrı bir şey görmürəm deyə bilərəm. Bu birisi səhifədə də yenə kitabın cırılmasını görürük. Həm səhifənin qırağında cırılıbdır, həm də beləsi cırılmışmışlar. Amma burada yazıya xəsarət dəyməyibdir. O cırmaq xəsarəti vurmayıbdır. Təəssüflə dedim, bəzi yerdə də o su çox qalıbdır, yataqdaşdan tökülübdür, nə olubdur? Kitab çox xəsarət görüb. Yazılar, nəqqaşilər, təzhiblər, hər şey xəsarət görübdür. Bəzi şeylərdə çalışıblar tazaşdan yazalar. Aha, indi burada bir şey görürəm. Bəzi beytilərin ikinci misrəyin qızılla yazmışmışlar. Ya da qızıl rənginə yazmışmışlar. Onlar biraz rəngi azalıbdır, amma birisi əl vurmayıblar, amma o birisi qərə ilə yazılanları bəzi yerdə çalışıblar ki, üstündən yazalar ya ayrı cür dəyişdirərlər. İranda belə bir şey olar. Biz bunu tarixdə çox oxuyuruq ki, Rıza Şah dövründə ki, buna deyirlər Pədər İranın nevinin dədəsi. Yəni elə bir bu yumurtlayıbdı İranı. Deyirlər ki, bu adam sansurçu qoymuşdu. Bu sansurçu hər nə ki Rıza Şah haqqında olsaydı, onları sansur elərdi. Gətirirlər bu kitabdan, yəni Hafiz Rəhmətullahın kitabından bir şeir qoyurlar. Orada Rıza sözü geçir. Adam gətirirlər, deyirlər ki, ağa, gərək bu sansur eləyəsən. Deyir, ağa, bu Hafizin şeiri deyir, mənə rəbti yoxdur. Buradakı adı var Rıza, bunu silginə. Yəni Hafizin şeirin bu qədər şeydir ki, təəssüflə dedim, bu təkrar edirəm, kitabın çox yeri xəsarət görübdür və kitabın biraz görüşü çox da gözəl əl yazısı varmış. Bir çox şeir dedim 2 xəttinə yazılıbdı. Bunu da gördüm. Yəni heyf, bu gözəllikdə kitab, bu gözəllikdə xətt və axırda da yenə kitab yarımçılıq qalır. Mənə belə gəlir. Çünki bir dənə qəzəl olacaq, ya hər olacaq. Sədi əleyhir-rəhmə qiymət-i eşq nədanet qədəm. Belə bir şeydir, bir şey burada yazıbdır. Təəssüflə bir də bunu mən gedim axirə, bəlkə oradan o yüzden də bir şey olar. Kitabın son cildini görürük ki, cildi cırıqdır. O burada salimlik görürük bu səhifədə. Amma mənim nəzərimcə burada cırılıb. Çünki mənim nəzərimdə şeir naqis qalıb. Əlbəttə oxuyanda adam biləcəkdir ki, burada adı geçib ya yox, naqis qalıb ya yox. Qeydaq kitabın əvvəlindən Xətai divanının burada Xətai divanının boyun ölçüblər. Burada eni, 2 səhifənin eni 10 inçdir, yəni 25 hətta 26 santıdır. Kitabın eni 26 santıdır. Yəni hər səhifə 13 sant enidir. Boyu nə qədərdir? Boyu da 20 santıdır. Bu da boyu. Kitabın indi əvvəlinə gəldik. Əvvəldə biraz yekəldik. Görürük ki, bunu oxuya bilirik. Zat-ı haqq naqisdir da ehtimalən. Zat-ı haqq mefhum nəsr lafəta. Zat-ı haqq mefhum nəsr lafəta. Qullərə səndən gərək lütfü əta. Bəndədən kimsə inayətlə nəzər. Bu indi burada qırmızı xətt, ya qızılı xəttindən yazıb, qızılla yazıblar.
Amma mən görə bilmirəm ya görsəm oxuya bilmirəm. Bu haqulişi pir qu ləngidir pür xəta. Ehtimalən başladım. Burada xəta bir o ki xətainin adıdır. Burada elə şeirdə adı gəldi. Bu birisi şeiri. Bunlar iki beytlərdir. Yəni izafi 4 dana misrədən ibarətdir. Yenə burada bu oxuya bilmirəm. Əvvəldə bir kəlməni budan sonra nə cür bunu oxusaq bizə yaxşı olar. Bəndənin gör halini o nədir oranı oxuya bilmədim. Kim yolunda qoydu baş-ı malini pür günahım tənə qılma zahida. Bəndəsini haqq bilir əmalini. Bir ayrı iki beyti oxunmur bunların bir çoxu çünki bir ayrı rəh vardı. Ya Ali əlbəttə burada oxuya bildim. Zatun Allah məzhəridir ya Ali. Ehtimalən ya Ali olacaqdı. Mən beləsi oxudum indi. Amma burada biraz çox görür. Kibr-ü kin səndən bəridir ya Ali. Yenə burada əvvəldə biraz qızılla yazılıb. Əsla və əbədə oxuyamır. Qəsr-ü xaqani səm qənbərinin qənbəridir ya Ali. Burada Həzrəti Əli haqqında bir şeirlər deyibdi, amma bəzi kəlmələr sayi xurşid-i subhandır Əli. Əhl-i fiqhə, əhl-i fəqrə, şahi mərdandır. Ehtimalən ya Ali olacaqdır, ya Əli. Və nə mənə? Xətai. Xətai kimiş əslan kəsübtən. La məkan qəsrində dərbandır Əli. Belə bir şeir burada görünür, amma mən oxuya bilmədim. Çünki deyirəm, bunu iki rəhli yazıblar və biraz daha çox şeydir. Keçənki kitab bundan fərqlidir. Mən yadıma gəlir, çox fərqli yazılıbdır. Çünki o qəzəllər nəzadla başlayırdı və uzun. Burada amma çox kiçik. Yağının toprağın ey şahı aləm. İndi bunun əvvəli haradır pəs? Bu şeirin əvvəli yoxdur. Elə buradan başlayır. Ortada möhürdür. Nədir bu gəlib bunun üstünə? Aha, daldakı şeyin əksidir. Düşüb bu üzə. Su keçəndə rəngi çıxıbdır bu üzdən o üzə, o üzdən bu üzə. Onu burada gördüm. Bəli, bəli, o cürsüdür. Yağının toprağın ey şahi aləm. Gözünə tutiya istər xətai. Dilimiz ağıztanündən cudalıq. Cəfa qılmaz vəfa istər xətai. Gətir gəl nə mənə ağ yüzündən, götür gül ağ üzündən, qərazülfi, nüqabın aç, nüqabsız xətai. Belə bir şey oxuram, yəni oxuya bilmirəm, düzünü axtarsınız, nəinki oxuya bilmirəm, görə bilmirəm, təşxis verə bilmirəm ki, bu qatışıq sözlər nə ola bilər. Burada əvvəldəki əslin kəlmə oxunur. Bu doğru böyle varmaq üçün, varmaq üçün. Burada səbtək üçün cəhnimasız xətayı. Beləsi davam edir. Burada yenə də gəlir. Çox cəlib kitab olacaqdır. Bu fərqli bir şeydir. Mən buradan bunu belə görməmişdim bunu. Amma heyif olsun ki oxuya bilmirəm. Görə bilmirəm. Burada bir şeiri biraz kamil görsəniz, bu iki səhvədən görün bir şey oxuya bilirəm. Aşıq alsın göl pəricim can canan məndədir. Aşıq alsın gül pəricim can canan məndədir. Zahid bəs xandə sən kim nuri iman məndədir.
Zahidə bəs xandəsən, kim nuri iman məndədir. Məndədir yer ilə gögün hikməti həm qudrəti. Məndədir yer ilə gögün hikməti həm qudrəti. Ab atəş xaç bad cümlə ərkan məndədir. Haqqı Teala dörd kitabın göydən indirdi vəli. İltifat etmən o niqacün küllü bürhan məndədir. İltifat etməyən etmələn burada nə oldu? Və niqacün küllü bürhan məndədir. Katiba ağ dəftər ilə Katiba ağ dəftər ilə baxma səni azürdərür. Katiba ağ dəftəraya baxma səni azdırır. Katiba ağ dəftəraya baxma səni azdırır. Az qulaq o dinlə, az qulaq dinlə sözüm avazı Qur'an məndədir. Pəhləvanlar çox cəhanda Rüstəm-i zal olmuşam. Pəhləvanlar üçün cəhanda Rüstəm-i zal olmuşam. Həm Sikəndər hikməti mülk-i Süleyman məndədir. Deyib bəcəkdir. Deyib bəcəkdərdi. Çün dərd-ü bəla mehnəti. Deyib çəkər dərdi ehtimalı, çəkə dərdi. Belə bir şey oxunur, oxuya bilmirəm. Əyyub çəkər dərdi. Çün dərd-ü bəla mehnəti. Gəl məni istəsən verəyim dərd-ü dərman məndədir. Gəl məni istəsən verəyim, istəsən olacaqdır, istəsən verəyim, həm dərd-ü dərman məndədir. Yaqubi gör zar-ı giryan Yusifi Kən'an üçün. Yaqubi gör zar-ı giryan Yusifi Kən'an üçün. Mən bir gənc xəlvətəm, üç Misr sultan məndədir. Şah-ı Mərdanın Əlinin aliyəm, oladiyəm. Şah-ı Mərdanın Əlinin aliyəm, oladiyəm. Zülfiqar و tac dövlət üç nişani məndədir. Burada bir tane üstə düldül ehtimalen yazılıbdır. Acizəm dini Məhəmməd məzhəbi Cəfər. Acizəm dini Məhəmməd məzhəbi Cəfərin. La fəta illa əli ol sərpənah məndədir. Mən nə şəha canımı sidq ilə qurban qılmışam. Mən ehtimalən nöh şəha canımı sidq ilə qurban qılmışam. Gəl qəbul qılsət vilayət eydi qurban məndədir. Mən xətayiyəm şəhin vəsfini daim söylərəm. Sidq ilə bel bağladım dəftərlə divan məndədir. Belə bir şiir də buradan gördük. Görüm ki biraz gedək. Gedim 50-ci səhifədən buradan görüm bir şey oxuya bilirəm ya yox.
Anladım səcdə qıldım xanedana. Anladım səcdə qıldım xanə və xanedana. Nuş etdim şərbətdən qanə qanə. Anladım səcdə qıldım xanedana. Nuş etdim şərbətdən qanə qanə. Zit dövlət bişarət məncədayə. Burada bir şey sonra yazılıbdır. Bu zit olmayacaqdır. Bir şey sonra yazılıbdır. Yəni o burada əlbəttə neçə yerdə görünür ki, əl aparılınıbdır bunda. Zehi dövlət bişarət məncədayə. Ehtimalən bu indi düz olacaq. Zehi dövlət bişarət məncədayə. Yuridim uğrudum durlu dükana. Yürüdüm uğrudum dürlü dükana. Tərəf ötən bilir cövhər bəhasın. Tərəf ötən bilir cövhər bəhasın. Mübah olmuş durur piru cəvanə. Ərənlər asmanın verəci çidir. Ərənlər asmanın virəkidir. Dirək, o da dirək olacaq. Ərənlər asmanın dirəkidir. Dirək yerdən dayanır asmanə. Ululuq istəriysən qulluq eylə. Ululuq istəriysən qulluq eylə. Ayaq bir basarlar nərdivanə. Ayaq bir basarlar nərdivanə. Cəhani Cəddi Sultan Heydər oğlu. Cəhani Cəddi Sultan Heydər oğlu irişdi qazilər dürlü məkanə. Yürüdüm bağına qıldım təfərrüc. Ərənlər yatqış nəqşi cəhanə. Ərənlər yatqı nəqşi cəhanə. Baş tapmadım. Müniri düldüli calər Şah-ı Zülfəqari. Mən Münir oxuram. Müniri düldüli calər Şah-ı Zülfəqari. Əlidən qaldı pür zərbü nişanə. Burada bir şey yazılıb da oxunmur, ehtimalən xətayı olacaqdır. Xətayıyəm bugün meydan içində. Şahın məthin dürəmdür dərvişanə. Şahın məthin burada cırılıbdır kitab. Bilinmir ki nədir, amma dürəm ya vürəm dərvişanə. Burada bu şeir qurtarır. Təəssüflə burada da çox gedibdir bunlar. Mən bu şeirləri görməmişdim keçənki kitablarda. Yəni bir dənə kitab, iki dənə kitab bu Həzrəti burada bir uzun qəsidə kimi bir şey yazıbdır ya da məsnəvi kimi bir şey yazıbdır. Çox uzun. Aşağıda bir şey yazıb. Şəfiül müzlimin həqdən Müstəfa gəldi. Cahan əhlinə fəxr olsun, onun tək Müstəba gəldi. Burada da aşağıda bir ayrı adam, bir ayrı xətt ilə, yəni bu kitabı alanlar çox soralar. Belə bir şey aşağıda kitaba əlavə eləyiblər. Ey haqq kəlam içində dedi mürtəzasını. Ya da ey haqq kəlam içində dedi mürtəzasını. Haqq bildi sidq-u can ilə əhl-i səfasını. Gümrah oleydi cümlə cahan sər be sər qəmu. Gər qılməyəydi aləmə haqq rəhnəmasını. Gər qılməyəydi aləmə haqq rəhnəmasını. La fərq dində la fərq öndə biləngə bəni məqaminə. Görə bilmirəm, oxuya bilmirəm.
İstirdim bu şeiri ən azından oxuyayım, amma olmur. Oxuya bilmirəm. Kitabın axirlərində də görək oxuya bilsək bura biraz yaxşı görünür. Ya eşkili dameninə qoyma şahi. Ya şikli dameninə qoyma şahi. Ki pəsəndi zahil olur çox günahi. Ki səndən zahil olur çox günahi. Təzəllüm eyləmə dərgahınə çün ya çox. Təzəllüm eylə oxuyum əlbəttə dərgahınə çox. Bəs ondan bu zinət və qılqıl nicahi. Bəs ondan yüzünə qılqıl nicahi. Günahın çox durur qılqıl şəfaət. Çün sən ey günəhkarlar pənahi. Mən beləsi oxudum, yəni bilmirəm o cürsü oxunur. Sənə həm əslina səd barəkəllah. Sənə həm əslina səd barəkəllah ki səndən tövmə edər muru mahi. Təriq-i vəsl olan aşıqlıq imiş. Təriq-i vəsl olan aşıqlıq imiş. Dilərsən vasıl olmaq qoyma rahi. Davamı var, amma təəssüflə bu birisi səhifədədir və çox heyf olubdur bu səhifəyə, bu kitaba. Mən bu kitabı bir iş görəcəyəm. Bu kitabı buradan götürürəm, aparam. O kitabların içinə ki oxumalıdır və buradan seçirəm ayrı-ayrı, onların içinə qoyun bunu. Tamam. Burada bir şey əks biz vermişdik bu kitaba. Görək bu kitabda nə deyir buna? Göndərdiyiniz şəkildəki mətn bir nəsl şəcərəsini, soy ağacı və özəlliklə bir təriqətin mənəvi öndəricini, silsiləsinin nəsildən nəsilə ötürülməsini göstərir. Bu mətn adətən nəsəbnamə və ya silsilenamə adlanır. Buradakı adların bir-biri ilə olan əlaqəsi ata-oğul və ya mürşid-mürid əlaqəsidir. Bu şəcərənin məqsədi bu yolun və ya bu ailənin kökünü ən önəmli və müqəddəs şəxslərə bağlamaqdır. Şəkildəki mətnin əsas nöqtələri və təhlilini belə xülasələmək olar. Adların kökü və önəmi bu mətn 3-cü sətirdən başlayaraq İslam tarixinin lap önəmli simalarının adlarını çəkir. Kök sətir. Əbd-i-Mənaf Peyğəmbər və Əlinin böyük babası. Əbdülmütəllib, Əbu Talib, Həzrət Əli kərrəməllah vəcəhu və rəziyallahu anhu. İmamlar sətri. Burada Əhl-i Beyt imamlarının bir neçəsinin adı gedir. İmam Hüseyn, İmam Zeynəlabidin, İmam Məhəmməd Baqir, İmam Cəfər Sadiq, İmam Musa Kazım. Bu adlar bu şəcərəni birbaşa Peyğəmbər ailəsinə və İslamın müqəddəs köklərinə bağlayır. Bu şəcərə sahibinin öz mənəvi və ya nəsli əsalətini sübut etmək üçün lap vacib hissəsidir. Silsilənin davamı və təriqət öndərləri. İmam Musa Kazimdən sonra gələn adlar çox güman ki, bir təriqətin böyükləri və ya nəsli davam etdirən seyidlər idi. Burada gözə çarpan önəmli adlar vardır. Seyyid İbrahim Əl-Mürtəza, İmam Musa Kazimin oğlu. Seyyid Musa Sani, Seyyid Əhməd Salih Əkbər və başqa seyidlər və imamlar. Son sətirlər isə təriqətin qurucusu və ya ən böyük şeyxinə çatan adlar var. Seyyid Əli Ər-Rifai, Dəfin-i Bəğdad, Bəğdadda dəfin olan Seyyid Əli Rifai. Seyyid Qutb Cəhan, Seyyid Əhməd Rifai Qəddəsəsrü Ali Rifaiyyə təriqətinin qurucusu Şeyx Əhməd Rifai. Tamam, bunlar getdi dedi ki, bəlli oldu da bu Rifaiyyə təriqətinə bağlı bir şeydən danışır. Bir dənə də kitab açaq, bu günlər olacaq 4-cü kitab açırıq. Bəncübadə-i Fuzuli. Fikirlə bu kitabı da görmüşük. Bəncübadəni ehtimal verirəm Həzrət Fuzulidən görmüşük. Kitabı görürük, çox əla bir kitab, çox əla.
göndən ya dəridən bir cildi var. Cildin dövrələrində nəqşələr var və nəqşə qızıldandır ya da qızıl rəngi ilədir. Kitabın ortasında bir ayrı gözəl, taysız bir nəqşə var, təzhib var. Bu kitabın son cildidir məncə. Açırıq kitabın içi görsənin, içində abı bir səfəd yapışıbdır. Bu normalda görsənməsin deyə içəridən, çünki içəridə qıraqları kəsilidir filandır. Bir dənə ayrı kağız yapışdırırlar bunun üstünə, görsənməsin. Bu abı bir kağızdır, abı ilə əlbəttə ağ qarışıq belə bir kağızdır. Üstünə bir ayrı kağız yapışdırıblar. Nədən ötürü ağ kağız yapışdırıblar bilmirəm. Burada bir möhür var əlbəttə. O möhrü oxuya bilsək, bəlkə bizə Əhməd Əl-Qazi Bədiyyət getmə nəminə əfiyyənnə İstəhsəbəhu, yəni kitabı aldı, Əl-Əbdül Fəqir sahiblandı. Sahiblandığı kitaba Fəəbd-i Fəqir Əhməd Əl-Qazi mən görürəm. Əhməd Əl-Qazi Mədini Yekşəhir əfəllah Yenişəhir Mədinəsində olan möhrün də vurub əşağıya, amma o möhrü mən görmürəm. Yəni oxuya bilmərəm. Çünki abının içində çox da biraz şeydir. Bu kitabı alan Əhməd Əl-Qazi, Əhməd Qazi Yenişəhir qazisiymiş ehtimalən orada. Gedək kitabın o birisi səhifəsinə gedəndə görürük ki, kitabın səhifəsi bir çox əyan təzhib ilə kitabın kağız bəllidir, çox gözəl bir kağızdır, qalin bir kağızdır. Kağızın üstün bir nəqqaşi çəkilibdir. Əslində boyayıblar da, o üzbüzədə gizləndə rəng dəyişir, qızılı və qırmızı qarışıq belə bir şeydir. Ortada bir çərçivə çiziblər. Bu çərçivənin içində hər misrəin dövrəsində həm bir təzhiblər var, həm də misrəin qıraqlarında və ortasında təzhiblər var, çərçivənin içində. Yəni haşiyə biz bunlara deyirdik, ilmək salanlar. Şeirin başı üstə bir ayrı haşiyə var, onun üstə bir balaşiyə var, onun üstə bir mətni var və çox fərqli bir şey. Amma şeirin özünün dövrəsi də nəqqaşi olubdur. Çox gözəldir. Bu kitabın əlbəttə burada bir şeydir yazılıb, qeydib baxarıq. İkinci səhifədə baxırıq, aynıdır. Üçüncü səhifədə bir miniatür görürük. Əcəba bu miniatürü biz görmüşük ya yox. Şəh-i Nemət Əhməd Muxtar. ehtimalən bu görmüşük bunu. Burada biraz şeyler değişir ama aynı vəziyyətdə tamam səfələr dana-dana nəqqaşı olubdur. Bu kitaba da accacan su gəlibdi qıraqlarına və irad görsənir. Amma oxuna biləcək bir çox cəlib bir kitabdır. Yenə 15-ci səhifədə bir ayrı miniatüra yetişirik ki, neçə miniatür bir-birinin içindədir. Yəni bu kitabda məsələn desək 1, 2, ən azı 3 dənə miniatürdür və hərəsində neçə dənə şəxsiyyətin neçə halətdə, hərəkətdə görürük, bunu davam edir. Bizə bu tarixi də bizə göstərməkdə çox cəlib bir vəziyyət ola bilər. Yəni çox getdikcə o kitabın biraz xəttləri gözəlləşir. Yəni əvvəldəki xəttlərlə müqayisə edəndə səhifələr biraz bu şeylikdə deyil. Əlbəttə əvvəldən də qəşəng imiş. Mən necə olubdu belə görmüşəm. Çox gözəl bir xətti var. Bu kitabın 58 səhifədir. Yəni 58 səhifədən ibarətdir. İzafə deyil. Yəni 24 vərəq cildinə bərabərdir. Yəni cildi də biz gördük ki, burada hesab olur. 24 vərəqdir. Vərəq də iki tərəflidir. Mən beləsi istəyirəm, əvvəl kitaba bir baxaq, sonra qeydək bu kitabdan. Çünki da bir şey deyə bilmirəm. Mənim dilim acizdir bundan təvsif eləyəm. Yenə burada gəlirik bir 50-ci səhifədə bir ayrı miniatüra ki, yenə də nəzərimə gəlir ki, burada da 1, 2, 3, ən azından 3 miniatür ki, bir-birlərindən ilgiləri ola bilər ya ola bilməz çəkilmiş görünür və
Beləliklə getdik kitabın çıxdıq axirinə. Kitabın axiri ehtimalən bu tarixdir filandır. Bunlar burada yazılıbdır. Və kitabın cildin içində də bir İngiliscə ya latincə bir şey yazılıbdır. Hələ bilmirik bu kitab harda saxlanır. Cəlibdir ki, burada bir əlamət tapa bilsək ki, bu kitab harda saxlanır. O da yaxşı olar. Bağdad. Bağdad sözünü oxuya bildik. Bağdadi. Tavihuli. Fuzuli olacaqdı bu. Yox, Fuzuli deyil. Fahudli. Nə mənə belə bir şey. Bağdadi də Bəngələ et yara. Nə dildədir bu bilmirəm. O Bağdadisini oxuya bildim. O birisini oxuya biləm. Çox riz bir şeydir. Əcəba bunu İngiliscə versək bu şey oxuya bilər ya yox. Bəlkə burada bizə bir şey çıxar. Buna görə bundan bir əks salım. Və bu əksi edit eləyək. Biraz da çox yekəldək. Bəlkə bu bizə buradan bir şey çıxada bu kitabın haqqında. Görək ki, bir şey bizə verə bilir ya yox. Burada nələr yazılmış? Görək ki, burada bizə nə deyəcəkdir? Bir şeyler desə çox yaxşı olar, amma qeydək kitabın این تصویر حاوی بر چسبی است که به زبان لاتین بر روی یک نسخه خطی چسبانده شده و اطلاعات کتاب شناختی اثر را به سبک فهرست نویسان قدیمی اروپایی توصیف می‌کند. متن بازخوانی شده و ترجمه آن به شرح زیر است. متن لاتین سطر اول. فضولی بغدادی در بنگا ات وینا. Mən buranı gördüm, amma Fuzuli mənə gəlmədi burada. Nədənsə burada Fuzuli yazıbdı. Çünki bu F oxunur, amma burada bir vəsətdə izafi hərflər var. Et var, o var. Əvvəldə F, A, ehtimalən I. Əgər A olmasa W. Fui, hudli. Məsələn, bu Fuzuli olsa beləsi mən oxuya bilmirəm, amma Bəğdadisi oxunur. D, Banga, Et, Yalno belə bir şey yazılıb. Görək ki, nə deyir. Əgər oxuya bilsə çox yaxşı olar. Bizə bir məlumat versə bu çox yaxşı olar. در ادامه عبارت ترکی کو ایدیومات دیده می شود. ترجمه و متن. این سطر به اثر مشهور فضولی بغدادی یعنی رساله بنگ و باده دی بنگ و دیونو üstəki olaraq دی بنگ و ات ونو اشاره دارد. عبارت ترکی کو ایدیامات به این معناست که متن کتاب به زبان ترکی است. جزئیات تشمیلی نوشته‌های کمرنج‌تر. در سطرهای پایین‌تر توضیحات بیشتر درباره نویسنده و محتوا داده شده است. فضولی بابیلونیسوس، فضولی بغدادی. کریمین نشان دهنده منظوم بودن اثر شعر است. حسن بسا فیلیو محموبی بسا اشاره به تقدیم این اثر به شاه طهماسب صفوی که در برخی نسخه ها با نام های دیگر یا خطاب به حکام محلی مانند حسن پاشا ذکر شده، اما در متن اصلی بنگ و باده فضولی آن را به شاه طهماسب تقدیم کرده است. 1741 احتمالاً تاریخی است که فهرست نویس یا کتابخانه این یادداشت را اضافه کرده یا مربوط به تاریخ تملک نسخه است. 1771 nə olar? Çevirsək bunu. Beləsi deyək də, əvvəlcə çevirək, gedək beləsi deyək. İndi 2026 deyək, bundan çıxsaq 1741-i
bundan çıxır 1741-i çıxsaq, bu kitab 285 il bundan öncə deyir, yəni yazılıbdır. تحلیل محتوا این برچسب مربوط به یکی از معروفترین منظومه‌های تمثیلی مولا محمد فضولی است. در این اثر بنگ شاهدانه حشیش بنگ او معنی جلد یعنی و باده می با یکدیگر به مشاعره و مناظره میپردازند و هر کدام سعی میکنند برتری خود را بر دیگری ثابت کنند. در نهایت باده بر بنگ پیروز میشود. خلاصه این سند تایید میکنه نسخه خطی مورد نظر نسخه خط ترکی منظومه بنگ و باده اثر فضولی بغدادی است که در مجموعه‌های اروپایی فهرست نویسی شده است. شماره 363 نیز احتمالاً şumare ثبت این nüsxə در آن کتابخانه یا کلکسیون است. Amma bu yazıdan bəlli olur ki, Vatikandadır bu şey. Əlbəttə bunun başını heç mən baxmadım. Görüm ki, burada da belə bir şey yazılıb ya yuxarıda idi bu kitab. Bəng Bade və Bade Fuzuli əl yazma. Tamam, bir şey yoxdur. Bundan əlavə bir şey yazmayıb. Görək ki, bu məsələn mən bunu Vatikan bənzətdim. İtaliyada olmasına, İtaliya dilinə bənzətdim ona görə. Gedək kitabımızın gedəcəyik bu kitabın əvvəlinə. Əvvəldən bir oxumağa başlayaq. Görək ki, nə olur? Əvvəldə Bəngu Bade Mevlana Fuzuli Bəğdadi. Kitabın başında, birinci şeirin başında yazıbdır. Bəng və Bade Mevlana Fuzuli Bəğdadi. Görək ki, bu nə cür yazıbdır? Ey verən bəzmi kainat nəsəq. Ey verən bəzmi kainat nəsəq. Bərgin birgən cam eşqə nişan haq. Bırəqən buraxan. Bırəqən cam eşqə nişai haq. Eşq meyxanəsin qılən mə'mur. Eşq meyxanəsin qılan mə'mur. Sönən andan cəhanə cam xurur. Sunmaq, təqdim eləmək. Sünən andan satına yazılır. Sünən andan cəhanə cam xurur. Kim edib ol xurur camın nuş. Kim edib ol xurur camın nuş. Əhl nutq ola valehu mədhuş. Nəqqaşilərin görürsünüz, fikir məgər onlar ki, canlı baxırlar. Bu nəqqaşını görürlər, çox gözəl bunun calibdir ki, məsələn, bunları elə bir havanın içində yazıblar. Amma bunun içində nəqqaşi aşağıda güllər çəkilibdir. Üstdə dəqiqən elə gedir ki, o dairələr elə bir ki, onu əvvəl çəkiblər, sonra üstündə bunu yazıb, rəhləyiblər, sonra yazıblar içində. Yəni, belə görünür. Kim edib ol qurur camın nuş, əhl-i nutq ola valehu mədhuş, cümlədən məxfi ola əsrari, olmaya heç kim xəbərdari. Burada qutardı ikinci şeir baş. Der münacat Fatihül Əbvab. Əbvab. Ey sıfat kədehi xiri hər mədrək. Ey sıfat kədehi, sıfat kədehi ya sıfatündə xiri hər müdrik. Qələt oxumuşam əslində. Ey sıfatündə ki, burada nun oxunacaqdır. Ey sıfatündə xiri hər müdrik. Ma ərəfna ki haqqə ma'rifətik. İkinci səfiyyə gedirik. Nişai zatünün müfərrih can. Nişai zatünün müfərrih can. Ari ol keyfiyyətdən əhli cahan. Mey eşqündə afəriniş məst. Bəzm eşqündə cümlə-i badə pərəst. Burada qutardı. O birisi şeirin əlbəttə davamı da, amma hərəsinə bir ad qoyubdu və çox gözəl bir arzu kərdəni təriqə səvab. Buradakı farsda yazır. Bunu bu xəttat, bu rəssam, bunlar çox bu kitab vaxt aparıb yazır. Bunlar yazıblar ki, bəlli olsun. Ya Rəb əfsürdəəm mən naəhl. Ya Rəb əfsürdəəm mən naəhl. Həddən ötdü xumari badə vü cəhl. Ya Rəb əfsürdəəm mən naəhl. Həddən ötdü. Ötdü yəni keçdi, aşdı, keçdi. Həddən ötdü xumari badə cəhl. Badə cəhlin xumarlığı həddən keçdi.
Qoyma əfsürdə və pərişan hal, eşq odündən bana hərarət sal. Qoyma əfsürdə və pərişan hal, eşq odündən bana hərarət sal. Bəzm eşq içrə sün bəna bir can. Bəzm eşq içrə sun təqdim elə, bana bir cam, leyk cami ki nəqsüm edə tamam. Qılım asar mərifət izhar, ola miftah məxzən əsrar. Nə şərabی ki əqli zail edə, nə şərabی ki əqli zail edə, taətündən göqlümü qafil edə. Ola mütləq fəsad din səbəbi, ola mütləq fəsad din səbəbi, bula ondan zəval şər'i nəbi. Şeir, o birisi səfiyyə keçirik. Burada biz şeylə qarşılaşırıq. Bir miniatürlə qarşılaşırıq ki, şəhi nəət şimmi nəəti Əhməd-i Muxtar. Əhməd-i Muxtar Həzrəti Məhəmməddir. Bunun başında Həzrəti Məhəmmədin ehtimalən və ehtimalən Qudsun, Həzrəti Məhəmmədin məscidi və Qudsun ehtimalən nəqqaşın qıraqda başda görürük. Bunlar qiblə olaraq məncə beləsi görünür. Ondan sonra aşağıda bu Əhməd-i Muxtar Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmin miniatürünü görürük ki, belə bir miniatür ola bilməz Həzrəti Məhəmməd zamanında. Çünki fərş o filan bunlar o zamanlar hətta həsirdir yerdəki, fərş də deyil, amma Nəbi Haşimi ki bizi bəzm vücud, cam eşqindən aldı nişai cud. Bunu da onun içində yazıblar. Pir meyxanə ya bir meyxanə. Görək ki, bu pir meyxanə, bir meyxanə qədəm, qədim و qədəm. Pir meyxanə qədim و qədəm. ساقی بزم و حلقه خاتم. هر زمان بنون سلام و بنون صلوات. هر زمان بنج و سلام و بنج صلوات. Ana çaryarə qıl bizzat. Ehtimalən bunu ayrı cürdə oxuya bilərəm. Mən bu adamın şeirlərini çox oxumadığım üçün düşüncəsi ilə də o qədər tanış deyiləm. Hər zaman nəbin səlamı, nəbin salavat, nəbinin səlamı, nəbiyə səlamı belə ana və çaryar qıl bizzat. Suxən əndər mədihi Qeysər Rum. Qeysər Rum haqqında siz bir şey desin. Sağya sübhəmdür eylə şitab. Sağya sübhüdəmdür eylə şitab. Dörə gəlsin zu mehri cami şərab. İstirab itirəm xumarun var. Badəyə xeyli intizarım var. Qalib olmuş bana məhabət bənc, həm edib eylərəm, vəhm edib eylərəm, hər işə dirənc. Saqi می sun ki ta diliranə, mət edin padişahı دورانə. Kimə görə? O səfa bəxş cam cəm ki mədam, təxt qeyrinə dür çu badə haram. Çün təxt qeyrinədir çu badə haram. Ol ki başlar zimamidə bəzm fəraq. Ol ki başlar zimamidə bəzm fəraq. Padişahlar başından eylər ayaq. O birisi səhifə keçirik, 7-ci səhifədə. Cam feyzi içər məsihətək. Cam feyzi içər məsihətək ruhul
feyz ruhul qudus bulur bişək. می ki بی خلفه فیزی نشأه رسان می ki بی خلقه فیزی نشأه رسان نشأتک hükmü eyle başına revan neş'etek hükmü eyle başına revan dur bir bezmi dur behişti berin dur bir bezmi dur behişti şayet de dur bir bezmi dur behişti berin tac zerrin serahi hem zerrin bu sürahiden olmayan hoşhal dürdü nispet mudam ola pamal dörd nispet mudam ola paymal ondan asudedir gani و جدا خلد الله ملکه ابدا ol ki cam می olali bunyad qədəh ondandır ol qədəhdən şad bir de bu beyti ol ki cam می olali bunyad qədəh ondandır ol qədəhdən şad İbtidai hikayeti می و بنج nə cür oldu gəldi bura mən bilmədim bu hangi şahid orada üstə yazmışdı ki Qeysər-i Rum amma Qeysər-i Rumun bunlara heç bir ilgisi mən tapa bilmədim bəlkə də var imiş mən başlapadım hər halda belə bir şey indi gəldik bura İbtidai hikayeti می و بنج Saqiya bilməzəm bənim nəmdir nəmənəmdir Saqiya bilməzəm bənim nəmdir həmdəmim qussə məhrəmim qəmdir غم می لعل اقتدا başımdan غم می لعل اقتدا akıttı غم می لعل akıttı başımdan Qussə benim kim ütürdü başımdan غم می لعل akıttı ehtimalen yaşımdan da olar amma başımdan da oxunur. 2 nöqtə aşağıda görünür amma bəlkə də bir nöqtə oxunsun. Ғəm mey lə'lə aqıttı başımdan Qussə-i bəncüm ütürdü başımdan Külləh-i xoşq olmağım çu bənc yetər Küləh xoşq olmağım təşdid kimi də görürəm amma külləh-i xoşq olmağım çu bənc yetər bir əyağı ilə qıl dəmağımı tər bir əyağı ilə qıl dəmağımı tər ta sana bir əcib hikayət edim bənc ilə badədən rivayət edim Saqiya badə sun ki fürsətdir Saqiya badə sun ki fürsətdir bizə fürsət bugün qənimətdir lalə tək qoymağıl ələkdən cam əlindən cam lalə tək qoymağıl əlindən cam var ikən fürsət eylə eyşi mudam nərgisi gör ki nəşəsi getməz nərgisi gör ki nəşəsi getməz başı gedirsə tərk cam etməz sən dəxi aciz olma canın var sən dəxi aciz olma canın var canın olduqca badə tut zinhar canın olduqca badə tut zinhar istəsən kim می آب کوثر ola istəsən kim می آب کوثر ola o sana müttəsil müyəssər ola bəzm al əlidə məskən tut bəzm al əlidə məskən tut məstlər kimi özgə bəzmi unut məstlər kimi özgə bəzmi unut Cam təlxi kam olub əbəda
بنج تک تندن ola başı cüda. Bence tek tenden ola başı cüda. Suxar əndər bəhar o nəğzı nəqş. İhtimalən belə bir şey başlayır. Gedim kitabın sonundan oxuyayım. Bura heç və qutarım bugünkü cəlsəni. Və tarixi görək ki, burada sonunda bir şeylər varmı, yoxmu, onu burada anlamağa çalışaq. Son 2 səfhədən tələb-i məğfirət zirəb-i qəfur. Sulh kərdəni sulh bənc-ü badə bəhəm. Belə bir şeydir. Buranı istirdim oxuyum, gördüm çox uzundur. Gedək elə son 2-3 səhifəni oxuyaq. Tələb-i məğfirəti zirəb-i qəfur. Tövbə ey kirdigar-ı qədr pəzir, özr pəzir. Tövbə ey kirdigar-ı üzr pəzir. Sözlərimdən kim etmişəm təqrir. Bu yazdığım sözləri ki almışam, onlardan məni bağışla. Nütq verdük ki, vəsf-i zatun edim. Nütq verdün ki, vəsf-i zatun edəm. Şərh-i keyfiyyət-i sıfatun edəm. Allah Allah bu məhz-i üsyandır. Gayet-i küfr-ü eyni küfr-ü endir. Allah Allah bu məhz-i üsyandır. Gayet-i küfr-ü eyni küfrandır. Nəzr-i ovsaf mey qılıb əmda. Nədir ehtimalən olacaq, amma nəzr oxunur. Yox. Nəzər, nədar. Ehtimalən nədir ovsaf mey qılıb əmda. Bənc-ü vəsfində eylədim güya. Ehtimalən nədir ovsaf mey qılıb əmda. Nədir ovsaf mey qılıb əmda. Bənc-ü vəsfində eylədim güya. Çün Füzulidir durur bənim ləqəbim. Çün Füzuli durur bənim ləqəbim. Əcəb olmaz gər olmasa ədəbim. Var ümidim ki üzrüm ola qəbul. Olmaya böyle cürmlər məsul. Burada şeir qurtarır. Bir ayrı şeir yazılıbdır. Əsl şeirdən hər şeyi fərqlidir. Qələmin yoğunluğu fərqlidir, incədir bura biraz. Ayrıb oradan buna daha təzhib qoymayıbdır. Nəqşə ki orada yazıların dövrəsinə çəkmişdi. Yazıları bulut içinə yağ salmışdı. Onun da dövrəsini nəqqaşı çəkmişdi. Nəqqaşilər burada fərqlidir. Burada bu ehtimalən ya nağıla rəbti yoxdur, ya da ki şair yazmayıbdır. Amma şeirdir, görək. Həsəbəl əmri dəstur mükərrəm müşir məfxəm müfəxxəm sərdar əzəm vali vilayət Darüsselam Bəğdad Həsən Paşa İbn mərhum əzəm الوزراء الكبرى الشهید المغفور محمد پاشا تاب سراه و جعل الجثة مسواه به حق محمد اصفیاه كتبه العبد الدائی مصطفى ابن محمد الرزوی الحسینی فی şuhuri sene 8 ve alif. Dediyim kimi buranı bir ayrı adam yazıbdı. Şeir kimi yazıb, amma şeir deyil. Əslində istəyibdi ki, şey olsun. Əslisi beləsidir. Yəni şeir kimi oxumayacaq. Həsəbəl əmri dəsturi mükərrəm və müşir müfəxxəm və sərdar əzəm vali vilayət vilayət Darul İslam Bəğdad Həsən Paşa İbn mərhum əzəm الوزر الكبرى الوزراء الكبرى الشهید المغفور محمد پاشا تاب سراه و جعل الجنة مسواه به حق محمد و اصفیاه كتبه العبد الدائی مصطفى ابن محمد الرزوی الحسینی فی şuhuri sene 8 ve alif. Bunu
80-ci ildə Səman, əgər səhv eləmirəm 80 olacaqdı. 1080-ci ilin aylarında bunu yazan Mustafa Məhəmmədoğlu Ər-Rəzəviyyül Hüseyni bu yazıbdır. Tamam. Kitabın adı, ikinci kitab, bunu yazaq burada. Əlbəttə dördüncü kitab oldu. 2, 3, 4. Bunların adlarını da burada yazaq. Dördüncüsü ad. Bəngu Badə. Bəngu Badə-i Həzrəti Fuzuli rəhmətullah aleyhi. Allah Teala rəhmət eləsin. Xəttat yazsaq yaxı yaxçıdır. Xəttat Mustafa İbni Məhəmməd Ər-Rəzəviyyil Hüseyni. Xəttatlıq ili. Xəttatlıq ili yazsaq daha yaxçıdır. Səniyi Səmanə və Əlif. 1080 olacaq, amma bu da, baxın mən bunu oxuyayım. Gedim bu da Google-də Səniyi Səmanə və Əlif nə deməkdir? 1008 yazdı. Tamam. 1008 tərcümələri. Mən də bunu yazdım. 1008 olanda onlar 440 il öncə yazılıb bu. 440 il öncə bu yazılıbdır. O birisi kitabların da adların əgər bağlamasaq, baxaq, bunları bir-bir yazaq. Pəndinami Türkünü yazmışdıq. O birisi kitabın adını yazaq, hər halda bugün baxmışıq. İlahi Məcmuəsi. Ad İlahi Məcmuəsi. Əş'ardır. Mən bunu yazım, Əş'ar. İkinci kitab nədir? Üçüncü kitab Divan-ı Xətai. Ad Divan-ı Xətai. Bu ayrı bir divandır. Ben bunu Xətai sevdim. Dördüncüsü de budur ki yazdıq. Tamam. Bugün Allah'a şükür olsun 4 tane kitabı gördük. Bundan bilək ki bunların ikisinin bəlkə də ikisini öncə görmüşdük. Divan-ı Xətai mənə taza gəldi. Və aha belə Bəngu Badə bu da fikirlərim qabaqcan görmüşdüm. Mənə belə gəlir. Hər halda nəzərə gəlir ki, bu 4 kitabı görmüşdüm ehtimalən. 3-ün ən azından görmüşdüm. Yəni beləsi deyək. Bunlarla bir də tanış olduq. Xeyirli olsun. Umarım ki Allah bir daha fürsət verər. Bir ayrı gün Türk dünyası yaratdığı uyğarlıqlardan, özellikle dil uyğarlığı ilə yazı uyğarlıqda gizli olan yüzlərcə uyğarlıqlar haqqında bir başqa kitabla tanış olarıq. Sağ olun, sağ qalın, görüşmək üzrə, hələlik.